Bugün sizi bir şəhərə götürəcəm. Bu şəhərin içində bir məhəlləyə və o məhəllənin içində səssiz bir küçələrə. Bir səssiz küçələr ki, əfsanə kimin başlayıb, yara kimin qalıb. Bura susqun daşların hafizəsidir. Bura İsfahanın ürəyi, Culfadır. Hər qədəm bu küçələrdə bir dua kimin aramdır. Bir zamanlar Arazın sahilində, dağların qoynunda, naxus səslərin altında səssiz bir yurt var idi, köhnə Culfa. Orada uşaqların gülüşü var idi, bazarlar var idi, sənətkarlar var idi və dualar asmana kaldırılırdı. Ta inki talihin səsi dəyişənə qədər. 1604-cü ilin ağır payız günləri idi. Hava elə bir ki, yaz tutmuşdu. Arazın sahilində yel inniyə əsirdi. Şah Abbasın əmri gəldi və bir gecənin içində minlərcə erməniyə deyilən söz bu oldu: bu torpaqdan gedəcəksiniz. Onlar getmək istəmədi. Bu göç arzu ilə deyil, yara ilə başladı. Evlər bağlandı, ocaqlar söndü, divarlarda xatirələr qaldı, yollarda kədər. Bir ana astanasını son dəfa öpdü, bir uşaq oyuncağını torpağa bastırdı, bir kişi yurdundan götürdüyü son əmanət kimi torpaqdan bir avuç cebinə gizlətdi. Və yollar başladı, uzun, soyuq, amansız. Bəziləri yoruldu, bəziləri düşdü. Adlar torpaqda qaldı, ruhlar dua oldu. Araz çayı o gün curaxdı, deyilər ki, o da ağladı. Əllər sudan kəsildi, amma talihə çatılmadı. Bu göç bir səssiz fəryad kimin, bir xalqin qəlbi göçdü, amma inancı qaldı. Amma insan kül altında gizlənmiş köz kimindir. Əgər nəfəs taparsa, yenidən alışar. Bu xalq da alışdı. İsfahanın qəlbində yeni bir dünya yarattı. Yeni Culfa. Daşlar yenidən yolundu, dualar yenidən səsləndi, sənət yenidən doğdu. Onlar bu torpaqda acı hafizələri gözəlliğə çevirdi və dünyanın şah əsərinin birini yarattı. Vank kilisası. Bura Vankdır. Sadəcə bir kilisa deyil, bir xalqın ikinci nəfəsi, yaradanla barışdığı, talihin yenidən yazdığı yer. Onlar bu kilisanı göz yaşıyla, dualarla, amma ən çox umudla inşa etdilər. Daşlar yoruldu, amma əllər yox. Çünki hər daşın altında bir xatirə vardı. Hər kərpişdə bir nəfəs, bir dua gizliydi. Bu duvarlarda səssizlik var, amma bu səssizlik ölü deyil. Çox şey söyləyən bir səssizlikdir. Vankın duvarlarında baxanda rənglər bağırmır, fısıldayır. Mələklər qanatı ilə ruhan doxunur. Şəhidlərin gözündə səbr var.
İsa'nın baxışında sonsuz mərhəmət. Və burada çox təsir qoyan şey odur ki, bu rəsmlər sadəcə ilahi hekayələr deyil. Bu bir xalqin göz yaşını rəngə dönüşdüyü yerdir. Əvvəlin çapxana burada qurulub. Kağız üstünə düşən hər hərf elə bir ki, yaralanmış bir xalqin yenidən doğuşunun səsidir. Zənglər çalınır, sadəcə səslənmir. O səslər keçmişi silkəlir, böyünü oyadır və gələcəyə dua göndərir. Biz buradayıq, deyir Wang. Biz qaldıq, biz unutmadıq. Beytüllahm kilsası daha sadədir, lakin sadəlik bəzən ən böyük gözəllikdir. Burada zəng səsi azdır, amma duaların nəfəsi çox. Bu divarlarda səs qalmayıb, ruh qalır. Bura ana duası kimindir, yavaş, sakit və dərin. Burada şəm işığı titriyir. Elə bir ki, hər əlov bir ruhun xatirəsidir. Burada insanlar səssiz oturur, amma hər sükutun içində bir nida var. Allah bizi unutma. Və yetişdik son sözə, dua kimi bitən bir söz. Culfa fəqət bir məkan deyil, bir hafizənin muzəsidir, bir diri duadır.
Burada adımları atanda təkcə daşlara toxunmursan, bir xalqin qəlbinə toxunursan. Bu küçələrdə yel belə pıçılır. Biz gəldik, yaşadıq, itirdik, amma təzəşdən qurduq. Çünki insan inanınca qalib gələr. Və sən əgər bu küçələrə gəldin və gəzdin, bəlkə bilmirsən, amma hiss edirsən və sən də fısıldırsan ki, siz unutmadınız, biz də sizi unutmadıq. Culfa bizə öyrətdi ki, ev fəqət divar deyil, ev umud, iman və xatirədir. Həyat hər zaman yeni bir şans verir və iman heç vaxt sönmür. İmanınız daim olsun, şansınız açıq, ömrünüz uzun olsun.